Ümumiyyətlə, kontrakturalar nədir? Kontraktus sözündən götürülüb, bükülmə, bağlanma mənasını verir. Yəni, əgər hansısa oynaq, dəxli yoxdur hansı oynaq, bütün oynaqlarda kontrakturanın olması mümkündür. Hətta onurğa boyu da kontrakturaların, bükülmələrin, hərəkətsizliyin baş verməsi mümkündür. Boyun kontrakturaları bunların içində daha yüksək yer tutur. Daha çox boyun tutulmalarına, əyri boyunluğa rast gəlinəndə bu boyunun kontrakturasıdır. Normal hərəkətliyin pozulması. Bu ən çox rast gəlinir ətraf oynaqlarda, daha tez-tez rast gəlinir. Bu əzələ mənşəli ola bilir, oynaq mənşəli ola bilir. Kontrakturalar daha çox rast gəlinir iltihabi xəstəliklərdən sonra kiçik oynaqlarda, məsələn, revmatoid artritlərdə gördüyünüz bütün revmatoid artrit xəstələrində rast gəlinən, düzgün müalicə olmayan revmatoid artrit xəstələrində kiçik ətraflarda bükülmələr, əyilmələr. Əgər vətər bağ aparatının problemləri ucbatından da baş verə bilər. Məsələn, revmatoid artritin ilkin etapındakı hələ oynaq salamatdır, oynaq zədələnməsi baş vermir. Sadəcə şişkinlik və vətərlərin ağrısı səbəbindən işlədə bilmir. Bu da kontrakturadır. Amma bu daha tez geri dönə biləcək, iltihab aradan qaldırıldıqda, şişkinlik çəkildikdə hərəkətlilik bərpa olur. Və yaxud da ki, artrit nəticəsində, hansı iltihabı xəstəlik nəticəsində diz oynağında şişkinlik baş verə bilir. Şişkinlik səbəbindən hərəkət pozğunluğu, hərəkət məhdudluğu baş verə bilir. Bu da oynaq mənşəli deyil. Bu vətər bağ aparatının problemidir və yaxud da ki, oynaq kapsulasında şişkinliyin baş verməsi, yəni sinovial mayenin miqdarının artması nəticəsində hərəkətin durğunluğu, kontraktura vasitəsilə orqanizm sanki özünü müdafiə eləmək istəyir ki, az hərəkət eləsin ki, oynaq zədələnməsin. Çünki iltihab zamanı oynaqdakı qidalı maddələrin miqdarı azalır və oynaq qığırdağı qidalana bilmir. Deməli, o qan dövran olmadığı üçün sinovial mayedəki qidalı maddələrdən qidalanır qığırdaq. İltihab zamanı da qidalı maddələrin orada miqdarı azaldığı üçün deməli, yaxşı qidalana bilmir. Yaxşı qidalana bilmirsə, deməli, burada elastiklik pozulur. Elastiklik də pozulursa, deməli, az hərəkət eləmək lazımdır ki, qığırdaq az zədələrə məruz qalsın, az zədələnsin. Birazdan sonra düzgün müalicə olunmazsa, oynaqda nə baş verir? Oynaq xəstəliyə tabe olur. Artıq qığırdaq zədələnməsi baş verir ki, artıq oynaq daxili kontraktura, oynaq mənşəli kontraktura, axır vətər bağ aparatının kontrakturası çevrilir oynaq aparatının kontrakturasına. Bir də var ki, hansısa keçirilmiş əməliyyatdan sonra və yaxud da ki, travmalardan sonraki kontrakturalar. Travmalardan sonra kontrakturalar necə baş verir? Məsələn, ayaqda, əldə, hansısa oynaqda sınıq baş verir və məcburi qaydada fiksasiya olunur, gips sarğısı qoyulur. Gips sarğısını açandan sonra həmin ətrafda hərəkət məhdudluğu əmələ gəlir. Çünki istənilən sağlam oynağı belə fiksasiya edib bir müddət, 3-5 həftə fiksasiya edib saxladıqda həmin oynağın normal funksiyası pozulur və vətər bağ aparatının elastikliyi itir və gipsdən sonraki, sarğı açıldıqdan sonraki kontrakturaları artıq burada reabilitasiya vasitəsilə, osteopatiya vasitəsilə, digər prosedurlarla açılması məcburiyyəti yaranır. Maraqlıdır, gipsə salmışıq deyə məcburi o passivləşib. Bir də var ki, oynağı qorumaq üçün passivləşir. Yenə də hər bir halda oynağı hərəkət etdirən əzələdirsə, kontraktura meydana gəlir. Gələ bilir. Ümumilikdə vətər bağ aparatı mənşəli kontrakturaların açılması ehtimalı daha yüksəkdir, daha asandır. Amma bunlara bəzi birləşdirici toxuma xəstəlikləri var ki, məsələn, Dupuytren sindromu deyilən bir xəstəlik var. Ovucun içində vətərlərin gərilməsi, daralması nəticəsində barmaqlar o qədər bükülür ki, dırnaq ətə girə bilir, hətta o qədər bükülə bilir ki, bu vətər bağ aparatının artıq autoimmun xəstəliyidir, yəni etiologiyası məlum olmayan xəstəliklərdəndir. Bunu ilkin etapda önləmə prosedurları, fizioterapevtik reabilitasyon tədbirlərlə qarşısını alıb, tam bükülməsinin qarşısını almaq olur. Amma biraz, necə deyərlər, iş işdən keçəndən sonra artıq cərrahi əməliyyatı göstəriş sayılır.